Əbülqasim Mustafa Muhammed sallallahu aleyhi və alihi və səlləm və alihi tayyibin əl-tahirin əl-ma'sumin الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا فلعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طبعا وتمتعه فيها طويلا. İmam-ı Zaman Aleyhisselamın salamatlığı və təcili zuhuru üçün salavat zikr eləyək. Allahümmə salli alə Muhammed. Peyğəmbərlər, övliyalar, boynumuzda haqqı olanlar ki, onların da elə əsası Peyğəmbərlər, övliyalardır. Dünyanı islah eləyənlərdir, insanı islah eləyənlərdir. Şəhidlərimiz ki, əqidəmiz uğrunda, torpaqlarımız uğrunda canların qurban ediblər, dünyadan gediblər. Alimlərimiz öz qələmləri ilə, sinifləri ilə tərbiyəçilər yetişdiriblər. Öz ölənlərimiz, boynumuzda haqqı olanlar, varisləri tərəfindən yad olunmayanlar, ya heç varisləri olmayanlar, dünyadan göçənlər. Bu günlərdə dünyaya gəlmiş Həzrəti Fatimə-i Məsumə əleyhissalam və bu günlərdə də dünyadan köçmüş İslam mərcəyi təqlidlərindən biri Həzrəti Ayətullah Rüzməhəz Şeyx Səvad Təbrizinin ruhu ilə bircə Muhammed Ali Muhammedə salavat hədiyyə edək. Allahümmə salli alə Muhammed. Mövzumuz Qur'an-ı Kərimin dili ilə tanış olmaq, bu baxımdan yaranan problemləri araşdırmaq, həll eləmək idi. Keçən məclislərdə iki məsələni qeyd elədik. Biri bu idi ki, Allah Taala'nı görmək qeyri-mümkündür və Qur'an-ı Kərimdə görmək dedikdə başqa şey nəzərdə tutulur, onu açıqladıq. İkinci məclisdə Allah Taala'nın cism olmasını Quran ayələri ilə və əqli dəlillərlə inkar elədik. Bu mövzuları davam eləyə-eləyə çatmışıq ərş məsələsinə. Ki, bu günlərdə ölkəmizdə Quranı öz istəyi ilə məna eləmək istəyənlər tapılıb. Ki, Allah Taala'nın ərşdə olduğunu iddia edirlər və ərşin göydə olduğunu iddia edirlər. Güya Allah Taala oturub göydə, lazım olanda enir yerə, yenə qalxır. Belə-belə cəfəngiyat danışırlar. Onların cəmaatı çaşdırmaması üçün bu bəhsləri hazırlamışıq. Ki, həm onların sözlərini eşidənlər azmasınlar, həm onlar özləri əgər ürəklərinə, ağıllarına müraciət edə bilirlərsə, bu sözləri eşidib ayılsınlar ki, biz nə danışırıq? Ərş nədir? Ümumiyyətlə, bu söz hardan yaranır? Əvvəla qeyd edək, ərş ərəb dilində taxt deməkdir. Görmüsünüz, oxumusunuz, filmlərdə görmüsünüz. Padişahlar üçün taxt düzəldirdilər. O taxtda otururdu padişah, hökm verirdi oradan. Hündür bir yer olurdu. Ona deyirlər ərş. Məsələn, Quran-ı Kərimdə Süleyman Peyğəmbər əleyhissalamın Bilqeysi ilə əhvalatında ki, Şana Pipik, Hudhud gəlir, xəbər verir Süleymana ki, getdim bir qövmə rast gəldim, millətə rast gəldim ki, günəşə pərəstiş edirdilər, sitayiş edirdilər. Günəşə sitayiş edirdilər və onların başçısı bir xanım idi və laha ərşun azim. Onun böyük bir taxtı vardı.
Ki sonra Süleyman Peyğəmbər əleyhissalam buyurdu ki, kim gedib o taxtı gətirə bilər? Qalə ifritun minəl cin ənə atikə bih qablə ən təqumə min məqamik. Cinlərdən olan bir ifrit dedi ki, mən o taxtı sənin yanına gətirərəm, sən yerindən qalxmamış. Neçə kilometrlər o tərəfdə. Məsələn, biri şərqdə idi, biri qərbdə idi. Dedi, sən yerindən qalxmamış o taxtı gətirərəm bura. Amma Süleyman Peyğəmbər bundan qane olmadı. Görün, mənim elə qövmümün içində daha yüksək səviyyəli texnikalı adamlar var ya yox. Qaləl-ləzi indəhu ilmun minəl kitab. Qalxdı bir nəfər kitabdan. Bir sözü ərəblər çox böyük, əzəmətli demək üçün deməzlər nədən ibarət. Bizdə də var. Deyirlər, məsələn, ağsaqqallarımız deyir, Stalin dövründə kişi deyəndə kim nəzərdə tutulurdu? Stalin. Kişi gəlib, kişi gedib, kişi belə dedi. Da soruşmurdu hansı kişi, nə kişi? Kişi də oldu dünyada, kişi. Quran da buyurur ki, Qaləl-ləzi indəhu ilmun minəl kitab. O kitab ki var, o kitabdan elmi olan bir nəfər dedi ki, Ənə atikə bihi qablə ən yərtəddə iləkə tərfuk. Sənin gözün qırpılmamışdan öncə mən o taxtı gətirərəm. Quranın o lətaifindən də əhvalatı gözəl nəqlənəməsindəndir. Da demir nə oldu, nə olmadı, ardın belə davam edir. Elə ki, Süleyman gördü taxt yanındadır. Kişidir də göz qırpımında. Baxışın sənə qayıtmamışdan onu gətirirəm. Bir göz qırpımında daha soru-sual yoxdur ki. Doğrudan getirənsən, gətir. Da demir ki, nə oldu, olmadı. Süleyman Peyğəmbər elə gördü, taxt yanındadır, dedi, daha şükür. Burada bir haşiyyədə çıxım, Qaləl-ləzi indəhu ilmun minəl kitab. Dedi o kəs ki, tarix deyir ki, Asəf ibn Bərxiyə idi, o Süleyman Peyğəmbərin vəziri, həmin o taxtı gətirən. O taxtı bir göz qırpımında, o böyük taxtı bir göz qırpımında gətirdi. Onun elmi bilirsiniz nə qədər idi? Kitab ki var Lövh-ü Məhfuzda, ondan bir dənə elmi var idi. Amma başqa ayədə, ki indi yeri deyil inşallah bir dəfə bəhs eləyərik. Allah Teala Həzrət Əli haqqında buyurur ki, ya Peyğəmbər, cəmaət sənə inanmasa, Allahın sənə şahidliyi və kitab elminə sahib olanın şahidliyi bəsdir. Ki, müfəssirlər Həzrəti Əliyə işarədir. Kitab elminə sahibdir bu. Həmin o kitab ki, onun bircəciyin Asəf ibn Bərxiya əldə eləmişdi, teyyül ərz eləyirdi, aləmi qatırdı bir-birinə. Dünyanın qanunları bunun üçün hesab deyil. Daha dünyanın başında təyyarənin getmirdi. Süleyman Peyğəmbər kimi böyük şəxsiyyət, gözün qırpan kimi görür taxt yanımdadır. Sürətə bax, qüdrətə bax. Nə idi? O kitabdan bir dənə var idi. Həzrət Əli haqqında deyir ki, kitabın sahibi, kitab elminə malik olan şəxs. Allah bilir o elmdə, o kitabda o elmlərdə nə qədər var, hamısı. Ərş taxt deməkdir. Taxt nə deməkdir? Əgər taxtdan məqsəd, elə belə stul olsa, kreslo olsa, onda niyə padişah üçün xüsus taxt düzəldirlər? Padişah taxtı, yəni qüdrət taxtı. Məsələn, bizdə deyirlər də, filan kəsli taxtdan saldılar. Məsələn, deyirlər, filan kəsin o qədər yaşı var, Nadiri taxta görüb Şah Abbası qındatdı. Nadiri taxta, bəlkə Nadiri görməyib, amma Nadirin hakimiyyəti zamanında bu adam yaşayıb. Filan kəs taxtdan saldılar. Heç taxta da öldü. Həyatda gəzirdi, məsələn, burada öldürdü. Taxtdan saldı. Niyə taxtdan? Hakimiyyətdən söhbət edir, o qüdrətdən. Taxt qüdrət simvoludur. Əl-qərəz, hansı padişahın ki taxtı var, ona deyir ərəb, ərş, qüdrət hakimiyyət taxtı. Quran-ı Kərimdə də təxminən mən yazmışam 1, 2, 3, 4, 5 dənə yeri mən yazmışam.
bəlkə başqa yerlərdə də var. 5 dənə yerdə bu ərş məsələsi, Allahın ərşi məsələsi bəyan olunur. Bu yerlərdən biri Taha surəsidir. Buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Ər-Rahman aləl-arş istava. Rəhman Allah ərşin üzərində bərqərar oldu. Burada qoğa başlayır. Bu ərş nədir? Hardadır? Allah onun üzərində necə bərqərar olur? İndi bundan sonra diqqətlə yanaşın. Mən deyirəm, siz beyninizdə sistem qurub bunu həll edin. Əvvəla baxmaq lazımdır Quran-ı Kərimin, yenə dedim, dilinə. Əgər sizə bir cümlə verələr, məsələn, belə bir cümlə. Mən gəldim bura, Əhməd getdi ora, Hüseyin qaldı, Həsən oturdu, Babək qaçdı, nə başa düşdünüz? Heç nə. Adam deyər ki, sənin bura gəlməyinlə, Əhmədin ora getməyinin, Hüseynin qalmağının, Babəkin qaçmağının bunların nə əlaqəsi oldu? Əlaqə yaratdı sözündə. Nə demək istədin sən? Əgər biz Quran-ı Kərimə belə baxsaq ki, cümlələrin bir-birinə əlaqəsi yoxdur, əstəğfirullah, onda Quran-ı Kərim ki, biz əzəmətlə yad eləyib Peyğəmbərin möcüzəsi deyirik, utanarıq o söz deməyə. Quran-ı Kərimin cümlələrinin bir-birindən sıx əlaqəsi var. Məsələn, burada Ər-Rəhman aləl-ərş istava. Rəhman Allah ərşin üzərində bərqərar oldu. Əvvəla, niyə Allah demədi, Rəhman dedi? Niyə Rəhim demədi, Rəhman dedi? Niyə Rəuf demədi, Rəhman dedi? Allahın o qədər adı var. Niyə Rəhman? Baxaq görək, Rəhman adının xüsusiyyəti nədən ibarət? Rəhman, ərəb dilini oxuyanlar bilər, siğə-i mübaliğədir. Yəni, çox rəhm edən və hamıya rəhm edən. Bismillahirrahmanirrahim. Yəni, o Allah ki, dünyada hamıya rəhm eləyir, axirətdə yalnız möminlərə rəhm eləyir. Rəhman, yəni hamıya rəhm eləyən dünyada, rəhm yəni axirətdə yalnız möminlərə rəhm eləyən. Deməli, Rəhmanın dairəsi rəhimdən genişdir, böyükdir, əhatəlidir. Xeyr ola, ərşin üzərində bərqərar olmaqla Rəhman adını Allah burada gətirir. Niyə? Allah Teala ki, ləğv söz danışmaz, əstəğfirullah. Məsələn, Allah bir ayət deyir ki, Ya eyyuhəl-ləzīnə amənu, la tuqəddimu beynə edəyillahi və rəsulih. Vəttəqullah innəllaha səmi'un alim. Ey iman gətirmişlər, Allahdan və onun Peyğəmbərindən qabağa keçməyin, Allahdan qorxun. Həqiqətən Allah eşidən və biləndir. Qardaş, ay Allah, sana qurbanım, mənim səndən qabağa keçməməyimin sənin eşidən və bilən olmağınla nə əlaqəsi var? Allah buyurur ki, sən harda dildə məndən qabağa keçsən, mən eşidirəm. Harda bir əməl eləsən məndən qabağa keçsən, ya Peyğəmbərindən qabağa keçsən, mən bilirəm. Demədi, innəllaha qafurur rəhim. Burada qafurur rəhim yeri yoxdur ki. Bağışlanmadan söhbət keliməsi ki, burada. Allahdan və onun Peyğəmbərindən qabağa keçməyin. Allahdan qorxun, Allah bağışlayandır. Yox, Allah eşidən və biləndir. Ayənin axırı əvvəli ilə rabitəli əlaqəli olmalıdır. Hətta mərhum müfəssir Əllamə Təbatəbai rəhmətullah aləh yazır ki, o huruf-u müqəttəəki surələrin əvvəlində var. Məsələn, Yasin, Taha, Hamim, Kaf, Haya, Ayn, Sad. Bunların hər birinin o surənin ümumi mühtəvası ilə rabitəsi var. Ona görə deyir ki, baxın, hansı surədə, məsələn, hansı surənin əvvəlində gəlib Hamim, həmin surələrin hamısının mənası oxşardır. Bir-birlərinə oxşayır. Nəsə əlaqəsi var. Quran belə bir kitab. Quran tapmaca deyil, məmma deyil. Quran-ı Kərimin içi var, bətini var. Amma beyinlə tapmaq lazımdır. Salavat Muhammed alim. Allahümmə salli ala Muhammed Ər-Rəhman, yəni hamıya rəhm eləyən. Aləl ərş istava. Ərşə sahib oldu. Ərşin üzərində bərqərar oldu.
Məlum olur ki, indi ki, Rəhman hamıya rəhm eləyən deməkdir və ərş qüdrət taxtı deməkdir. Deməli, buradan bu məna çıxır ki, Allah Taala ərşə bərqərar oldu, ərşə hakim oldu, yəni qüdrəti bütün kainatı tutdu. Bu sözü ispat edən başqa şeylər də var. O bir ayə, ardında buyur ayənin Ər-Rəhmanı aləl ərş istəva. Rəhman Allah ərşə bərqərar oldu. Ləhu ma fis-səmavati və ma fil-ərd. Göylərdə və yerdə nə varsa onundur. Və ma beynəhuma. Göylərlə yerlərin arasında nə varsa onundur. Və ma təhtəs-səra. Yerin altında nə varsa onundur. Məlum var, burada yerləşməkdən söhbət getmirmiş ki, Allah hardadır, harda deyil. Sən ki, durub deyirsən, Allah göydə də ərşin üstündədir. Nəyə əsasən deyirsən? Deyir, bu deyir, Ər-Rəhman ərşdə. Ay ki, burada Allahın yerindən söhbət getmir ki. Allahın yerindən söhbət gedirsə, bəs niyə bu ayələr deyir? Allah hər şeyi bilir, Allahındır göydəklər, yerlər, onların arasında, onların altında. Bunun yerləşməyə nə dəxli var? Əgər desəydi ki, Allah göydə, deyir, məsələn, Allahu, məsələn, həllə fissəma. Ya məsələn, qaədə fissəma. Belə bir söz deyərdi. Vəssalam dayanardı, mövzu dəyişərdi. Burada deyir ki, Ər-Rəhman aləl ərş istəva. Rəhman Allah ərşin üzərində bərqərar oldu. Sonra deyir ki, Rəhman Allahın mənası budur ki, o hamıya rəhm eləyəndir, hamını əhatə eləyir. Sonra deyir ki, Allahındır göylərdəki, yerlərdəki, onların arasındakı, yerin altındakı hər şey. Sonra deyir ki, və in təzhər bil qavli fə innəhu ya'lamu sirrə və əxva. Laf belə ürəyinizdə də danışsaz, laf heç danışmasın da ürəyinizdən də keçsə Allah hamısını bilir, gizlinin də aşkarıdır. Burada Allahın məkanından söhbət getmir, yerləşməyindən söhbət getmir. Burada Allahın qüdrətindən söhbət gedir. Hər şey onundur. Yer də onundur, göy də onundur, ərş də onundur. Hər şey onundur. O ərşin deyil, ərş onundur. O ki deyir Allah Taala ərşdə qərar tutub, bunun mənası budur ki, o ərşindir də. Ərş olmasa Allah harada oturacaq? Yeri yoxdur ki. Qaldı göydə onların Allah. Bu bir məsələ. İkinci məsələ. Baxırıq həmin o 7 ayə ki dedim. Yəni diqqət eləyin. Harda ki Ər-Rəhman aləl ərş gəlib, ardıca olan ayələrin mənalarına baxın, sözlərin. Biri Taha Ər-Rəhman aləl ərş istəva. Rəhman Allah ərşin üzərində qərar tutdu. İkincisi Əraf 54. Sümməstəva aləl ərş. Sonra ərşin üzərində bərqərar oldu. Yoxşilləylən nahar. Gündüzü gecə ilə gecəni gündüzdən örtür. Ərşin üzərində əgər söhbət məkandan gedirsə, bu yerləşməklə gedirsə, gecəni gündüzdən örtür. Bunun nə mənası var bunun? Yunus surəsi 3-cü ayə. Sümməstəva aləl ərş. Sonra ərşin üzərində bərqərar oldu. Yudabbirul əmr. İşləri idarə edir. Səzdə 4. Sümməstəva aləl ərş. Ərşin üzərində bərqərar oldu. Mələkum min dunihi min vəli. Ondan başqa sizin dostluğunuz, hakiminiz yoxdur. Hədid 4. Sümməstəva aləl ərş. Sonra ərşin üzərində bərqərar oldu. Ya'ləmu ma yələcü fil ərz. Yerə nə girirsə onu bilir. Heç birində söhbət Allahın məkanından getmir, yerləşməyindən getmir. Harada qərar tutmağından getmir. Söhbət Allahın qüdrətindən, hər şeyi bilməsindən, idarəçiliyindən, bunlardan gedir. Və bizə, əlhamdülillah, Əhl-i Beyt hədisləri bizə başa salır ki, siz ki, baxırsınız bu ayələrə deyirsiniz, madam Allah ərşin üstündədir, onda cisim olar Allah. Nədə oturub ərşin üstündə? Qorxmayın, siz deyən kimi deyil, biz sizə izah eləyəcəyik necədir? Əhl-i Beyt bunları izah eləyiblər. Yavaş-yavaş gələcək inşallah. Yaxşı, nədir bu Ər-Rəhman aləl ərş istəvanın mənası? Ər-Rəhman aləl ərş istəva, mərhum Əllamə Təvaytibay izah eləyir. Buyurur ki, əvvəla, biz ki bildik taxt, ərş taxt deməkdir. Bildik ki, qüdrət taxtına deyirlər ərş. Bu məlum. Bir dənə müşkilimiz yaranır. Nədir o müşkil? Müşkil bundan ibarətdir. Axı biz neçə vaxt söhbət eləyirik, ağlımız da bunu təsdiqləyir, Quran ayələrdə bunu təsdiqləyir ki, Allah Taala cisim deyil, maddə deyil. Necə oturub ərşdə taxtda? Allah'ın buyurur ki, məna budur ki, sən ki adi padişaha deyirsən taxtda oturdu
Və bu sözünlə həm onun qüdrətini isbat edirsən, həm taxta oturmağın, Allah Teala da belə deyil. Qüdrəti isbat edirsən, taxta oturmaq gedir, sıradan çıxır. Niyə? Mən istəmirəm çıxsın. İstəmə. Allah cisim deyil. Allahın oturmağa ehtiyacı yoxdur. Laf gələn bir dənə sirr açım sizə, kamız bilirsiniz. Mütləq varlıq bilirsin nə deməkdir. Allah mütləq varlıqdır. Yəni, Allahın olmadığı yeri yoxdur. Keçən dəstə dedik ya, keçən məclisdə. Olmadığı yeri yoxdur. Hansı taxtda oturur bu? İndi Sərdur denən ki, bəli, dünyanın ən mötəbər hədis kitabında deyilib ki, Allah elə ki, o taxtın üstündə oturur, taxt başlayır kəcavə kimi cırcır eləməyə. Allahın ağırlığından. Var, belə hədis var. Necə? Dizəsini soruşma, amanın günü soruşma. Elədir. Yox, bizim İslam dinində boş-boşuna elədi sözü yoxdur. Mən ağlımı orada saxlayacam ki, ağıl getməsin. Ağıl gedir axı, necə yəni? Madam ki, Allah Teala cisim olmayan bir varlıq ola bilər, necə ki, çoxlu cisim olmayan varlıqlar var. Mən niyə zorla Allahı cisim kimi qəbul eləməliyəm? Xoşum gəlir ona görə, öyrəşmişəm cismi ona görə. Mənim öyrəşməyim həqiqətləri dəyişmir. Allama buyurur, Ər-Rəhmanə aləl-ərş istəva, Rəhman Allah ərşə hakim oldu, ərşin üzərində qərarlaşdığının mənası budur. Hakimiyyəti, onun hakimiyyəti, aləm üzərində zahir oldu. Yəni Allah kainatı yaratdı, onu idarə edən, onun işlərini islah edən, onun tədbirini tökən kimdir? Allah Teala. Bir hissəsinin ya hamısının? Hamısının. Yəni Allahın hakimiyyəti aləm üzərində zahir oldu. Ər-Rəhman aləl-ərş-istavanın mənası budur. Əşyaya malikliyi, işlər üzərində tədbiri və idarəçiliyi və işləri izah etməsi, islah etməsi üzə çıxdı. Yəni məlum oldu ki, kainat yaranıb, bu kainatın Allahı, tədbir tökəni, idarə edəni, hakim mütləqi kimdir? Allahdır. Ər-Rəhmanə aləl-ərş-istava. Yəni, lori dildə desə bilirsiniz nədir? Allah çıxdı taxta. Ünüttalım, mən padişaha, mənim üçün taxt düzəltməyiblər. Gəldim, oturdum döşək çövsündə. İndi mənə deməyəcəklər, mən taxta çıxdım. Bütün hakimiyyət mənim əlimdədir. Gidib taxta çıxdı da. Yaxşı, nə vaxt Allah Teala bütün kainata hakim olar? O vaxt ki, onun mütləq hakimiyyəti o vaxt bilinər ki, o hər şeyə malik olsun və hər şeyi bilsin. Odur ki, ardizə buyurur, Ləhu mafis səmavat və mafil ərd. Göylərdə və yerdə nə var? Onundur. Onların arasında nə var? Onundur. Yerin altında nə var? Onundur. Elə bu ayə ki, sonra deyir, nə var? Onundur. Məlum olur ki, taxta çıxmaqdan məqsəd nə imiş? Məlum olur, taxta çıxmaqdan məqsəd nə imiş? Hər şeyi eşidir, gizliyində aşkardır, hətta danışmadığını da eşidir. Mən buradan elə eşidirəm, sən əli tutub ağzı danışsan, onu eşidirəm. Allah da heç danışmadığını da eşidir. Rəhmanın da mənasını dedi, yəni hamıya və geniş surətdə rəhm edən. Bu ad mütləq hakimiyyətə uyğun addır, Allahın adları. Allah ki, bu adı seçib, bütün adların içində ən geniş adlardan biridir. İndi başqa bir məsələ. Gəlin əqlə müraciət eləyək. Görək, indiki ayədən biz çıxartdıq ki, doğrudan Allah Teala'nın taxta çıxmasının mənası Allahın taxt üzərində oturması deyil. Ümumiyyətlə, taxt söhbəti yoxdur. Məqsəd mənəvi mənada taxtdan söhbət gedir. Hakimiyyət taxtından söhbət gedir. Allahlıq taxtından söhbət gedir. Görək, əqlimiz nə deyir bu barədə? Deyərəm bir şərtlə ki, bir salavat mərhəmət eləyəsiniz. Allah Teala'nın heç nəyin üzərində dayanmağa, heç nəyin içinə girməyə, yerləşməyə ehtiyacı yoxdur. Niyə? Bir, əgər belə olsa Allah cism olmalıdır. Cismin məkanı olar. O yerdə ki, oturub, istər otursun, istər havada olsun, dəxli yoxdur. Onun tutduğu məkan, o həcm, odur. O məhdudiyyət,
Onun o yeridir. Allah Taala belə yerə malik olsa, olar cisim. Allah da hər hansı işğal eləsə, yer kimi tutsa və o biri yer Allahdan boş olsa, olar cisim. Filan kəs taxtda oturdu, əgər biz bunu cismi mənada qəbul eləsək, o deməkdir ki, həmin adam oturdu o taxtda. Yəni, o biri yerdə o yoxdur, orada var. Allah da taxtda oturdu, mənası budur ki, Allah oturub orada, o biri yerdə Allah yoxdur. Amma biz oxumuşuq, vəhvə məəkum əynəmə kuntum. Harada olsuz o sizləndir. Heç bir iki nəfər pıçıltıyan yoxdur ki, üçüncüsü Allah olmasın. Və demişik ki, əgər Allah Taala cisim olaraq, maddə olaraq hər yerdə olsa, onda yerə biz olmuyor, bizə yer yoxdur. Deməli, cisim deyil, Allah hər yerdədir. Əgər desək ki, hər yerdədir, bölünüb də, məsələn, 5 orada, 5 burada, elə Allah olmaz, o təfəngət oldu. Deməli, niyə Allahın məkana ehtiyacı yoxdur? Çünki belə olsa cism olmalıdır. Cismin məkana ehtiyacı var. İkincisi, əgər Allahın dayanmağa ya bir yerdə qərar tutmağa ehtiyacı olsa, onun yerləşdiyi yer ondan qabaq mövcud olmalıdır. Buna bir diqqət eləsiniz, bütün problemlər, həllular da o birlərə ehtiyac olmaz. Mən, əl-əyazı billah, təsəvvür edin ki, Allaham. Qərar tutmuşam taxtımda. O taxtı kim yaradıb? Mən yaratmışım. Bəs ondan qabaq haradaydım? Ondan qabaq haradaydım? O maşanı kim yaratmışdı? Ondan qabaq haradaydım? İmam Sadiq Aleyhisselamın huzuruna bir nəfər gəlir, tövhid barəsində soruşur. Soruşur ki, ağa, niyə Allah ikidən ola bilməz? İmamlar hər kəsin öz beyninə uyğun cavab veriblər də. Allah ki, bir dənədə ona şək şübhə yox. Amma hər kəsin beyni axı, müəyyən bir xətlə işləyir. O xətti qırmaq lazımdır. Ki, beyin avazısın, ağlı başına gəlsin, sakit qalsın, danışmasın, qulaq asın. İmam buyurur ki, təsəvvür elə ki, 2 dənədir. Diqqət edin, o 2 dənə təsəvvür etdiyimiz Tanrının arasındakı interval var, fasilə. O haradan gəlir? O da 3-cüsü oldu da. Deməli, 3 dənədir. O da qədimdir axı. O da fasilə salıbsa, deməli, o da bacarığı var, fasilə salıbsa ikisinin arasında. 3 dənə oldu. Bu 3 dənənin hər birinin arasındakı fasiləni kim yaratdı? Haradaydı o? Oldu neçə dənə? 5 dənə. O 5 dənənin arasındakı fasilə. Getdi, ilah maşallah. Bu da absurddur. Burada da həmçinin. Deyir ki, Allah ərşi yaratmamışdan qabaq qalın bir buludun içindeydi. Hədisdir. O buludu kim yaratmışdı? Diqqət elədinizdə bu sözün batilliyi. Desək ki, Allahın məkanı var. Bu şirkə gedib çıxır, 2 Allahlığa gedib çıxır. Bir Allah, bir də onun yeri. 2 dənə qədim varlıq varmış, belə çıxır. Biri Tanrıymış, bir də onun yeri. Salavat Muhammed Ali Muhammed. Allahümmə salli alə Muhammed. Üçüncüsü qayıdaq Qurana. Əgər doğrudan biz desək ki, Allahın məkanı var, Quran ayələrinə ziddir. Hansı ayə? Birincisi Hədid surəsi 4-cü ayə. Harada olursa olun, Allah sizinləndir. Bu yalan söhbət ki, oradadır. Harada olsaq Allah bizləndir. İkincisi Mücadilə ayəsi 7-ci ayə. Üçüncüsü Şura 11-ə. O gün demişəm o söhbətləri ki, 10 kimisi yoxdur. Allah münezzəhdir hər şeydən. Elə bir 3 nəfər yoxdur ki, 4-cüsü Allah olmasın və s. 4-cü Muhammed sallallahu aleyhi və aleyhi surəsi 38-ci ayə. Sallallahu aleyhi Muhammed və aleyhi Muhammed. Ki, buyurur, Allah qənidir, zəngindir, onun ehtiyacı yoxdur yerləşməyə filana. 5-ci Saffat surəsi 159-cu ayə. Ki, adamın ağzının üstündən yumruq vurur bu ayə. O adamlar ki, ağzının danışığını bilmir Allah Taala haqqında nə istəyirlər deyirlər. Buyurur ki, Subhanallah amma yasifun. Onlar nə vəsf verirlərsə Allah ondan ucadır, pakdır. Yalan deyirlər onlar. Subhanallah, Allah pakdır və ucadır, amma yasifun, onların vəsf etdiklərindən. Sən nə vəsf verirsən Allah oturub orada? Yalan deyirsən. Allah buyurur, yalan deyirsən. Nəhayət, Bəqərə surəsi, ayət-əl-kürsi.
Sən ki, burada deyirsən, Allah ərşin üzərində oturub, doğrudan oturubsa, vasi'a kursiyyuhus semavati vel ard. Onun kursisi, kürsü də kreslo. Onun kreslosu hər şeyi əhatə eləyib. Hanı? Burada yoxdur. Deməli, sən demək istəyən ki, taxtı, elə belə taxtı, amma belə taxt deyil, hə? Belə çıxır da, taxtı, belə taxtı, amma belə taxt deyil. Yox, bizdə belə din yox, tapbaca yoxdur. Bizdə din var, mübin. Quran buyurur ki, tibyanən likulli şeyəm mən. Mən hər şeyi bəyan eləyənəm. Sual çıxır ortalığa. Bir nəfər deyə bilər ki, sən elə bir misal göstərə bilərsənmi ki, doğrudan da biz insanlar arasında elə bir diqqət edin, elə bir məna, məfhum olsun ki, bir vaxt, bir yerdə bir cür görsənsin onun nümunəsi, başqa yerdə başqa cür. Niyə bu sual yaranır? Çünki biz deyirik ki, Allah Taala'nın taxtı var. Taxt elə qüdrət taxtına deyilir. Deyirik ki, insanlardakı taxt, maddi taxtdır. Allah'dakı taxt isə qüdrətli vəssalam. Sual çıxır ki, belə bir başqa misal vura bilərsən ki, doğrudan biz görək ki, bir məna, bir nümunədə də olsun, başqa nümunədə də olsun, başqa formada. Mərhəm Allama buyurur, bəli. Məsələn, bax, beynimizə görə misal vururam. Silah. 15 əsr bundan qabaq silah nəyə deyirdilər? Məsələn, təbərzinə, qılınca, niziyə. 18-19-cu əsrlərdə dayan doldurum tüfənginə deyirdilər silah. İndi silah deyirlər lazer şüasına. Lazer şüasının nə dəxli var o qılınca, niziyə? Heç oxşuyur? Qətiyyən oxşamır. Nədə oxşuyur? Effektində. O da öldürür, bu da öldürür. O da silahdır, bu da silahdır. İşıq, çıraq. Neçə əsr bundan qabaq tökürdülər yağı. Zadın içinə, qəndilin içinə yandırırlar, işıq cəldirirlər, şam yandırırlar. Sonra neft filtələri cəhdilər. İndi nədir? Nə neft var, nə yağ var. Onda o çıraq deyil də. Ya neft olmalı ya çıraq deyil. Xeyr, o da çıraqdır. Çünki həmin effekti verir. Ondan da yaxşı effekt verir. Günəşin şüası. Nə yağ var, nə neft var, nə elektrik var. Yanır orada, sərdaşımı kimi. O da işıqdır. Deməli, effekt əsasdır, maddələr yox. Mümkündür, mənim taxtım olmalıdır, qoşunum olmalıdır, mən padişah olum. Allah Teala deyirsə, elə belə padişah. Nə taxtı var, nə bir şey. Allama buyurur ki, ən elementarı budur. Biz bilirik ki, Allah cisim deyil, maddə deyil. Maddə olsa ehtiyac olmalıdır. Ehtiyac olan Allah ola bilməz. Bu yerində taxt sözünü götürürük. Qüdrətini Allah'ın ispat edirik. Taxtı tullayır gedir. Peyki görmüsünüz də göyə uçanda. Gedir, bir yerə çatır. Qənət quyruğunu atıram son tərəfə. Özü başda getməyin. Estağfurullah, belə bir misal. Allah Teala barəsində taxtı gətiririk. Bəli, Allah'ın taxtı var. Amma sən deyən taxtdan deyil. Onlar at o tərəfə. Qüdrət qalır Allah. Salavat Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed. Bir də Quranın dillərindən biri budur. İnsan baxmalıdır, Quran özü-özünü də tərif edir. Quran deyir ki, mənim bəzi ayələrim mütəşabihdir. Yəni, sizə çaşqınlıq yarada bilər. Niyə? Çünki bəzi mənalar var, onu söz ifadə eləyə bilmir. Bəzi mənaları söz ifadə eləyə bilmir. Çatdıra bilmir. Ona görə də sözün nöqsanına görə o məna söz qəlbinə düşəndən sonra insan çaşa bilər. Quran buyurur, mənim bəzi ayələrim mütəşabihdir. Bəzi ayələrim möhkəmdir, açıq-aşkardır. Siz ki, rast gəldiniz mütəşabih ayələrə çaşdınız, onları məna eləyin möhkəm ayələrlə. Möhkəm ayə nədir? Ləysə kəmislihi şeyun. Allah kimisi yoxdur. Bənzəri, oxşarı yoxdur. Möhkəm ayə nədir? Subhanallahi amma yasifun. Nə vəsf eləyirsiniz, eləyin yalandır. Allah Teala ondan pakdır. Bu möhkəm ayə. Bu tərəf gəlib görür ki, Ər-Rəhman alə ərşistəvə. Allahın ərşi var. Neyniyim? Bunu ölçəcəksən həmin ayələrlə. Allahın ərşi maddə ola bilər, yox.
Taxt ola bilər, yox. Necə də Allahın ərşi, Allahın qüdrəti var. Bəsdir, bəs. Sual sortalığa, bəs Allah Teala niyə ərş deyir? Olmaz deməsin. Niyə taxt deyir? Niyə deyir əl var, nə bilim, üzü Allahın çöhrəti falan. Niyə bunlar deyir? Qardaşlar, Quran ərəblərə nazil olub, o ərəblərin intellektual səviyyəsi hətta səndən məndən də aşağı idi. Ərəb dilində nazil olub. Qardaş şirkətdə işləyir. Görsən sürətlə gedir bir yerə. Hara gedirsin? Yuxarıdan əmr olunub. Bəlkə də o müdür oturub laf aşağı mərtəbədə. Haradan əmr olunub? Yuxarıdan. Aşağıdan nə əmr olunub da? Yuxarıdan. Söhbət onun rütbəsindən, qüdrətindən gedir, onun yeri harada olur olsun da. Filankəsin əli uzun, əlim aşağıdır qardaş, biraz pul verə bilərsən mənə? Əgər sənin əlin aşağıdır, qaldır əməli yuxarı. Pulla alın deyən pulla. Bunlar məcazi sözlərdir, hamı işlədir bunu. Elə bir dil tanıyırsınız ki, məcazi sözlər işlətməsin. İki nəfər birbirindən söhbət eləyir. Birinin boyu lap balacadır. Yekə oğlansan, sən niyə belə eləyirsən? Hara yekə oğlandı o? Yəni, kamil adamsan, niyə bu hərəkət eləyirsən? Bunlar məcazi sözlərdir. Filankəs filankəsin əlinə baxır. O qalır o şəhərdə, o da o biri şəhərdə. Necə əlinə baxır? Bunlar hamısı məcazi sözlərdir. Bu ərəblərdə işlənilib, Quran-Kərimdə bu sözlərdən istifadə eləyir. Quran deyir ki, məsələn, qiyamət günü elə dəhşətli gündür ki, əllər, ayaqlar çırmanacaq. Yəni, iş başlayır, hesab başlayır, qırğın başlayır. Deyirlər ki, Allah qiyamət günü ayağını çırmalayacaq, göstərəcək. Kişi, nə ayaq, nə çırmalanmaq. Ərəbdə adətdir. Deyəndə ki, müharibə qızış deyirlər ki, aha, qolu çırmalandı. Siz demirsiniz? Ya Allah, bismillah, çırmayın qollarınızı. Bəlkə mən qollarımı çırmalamayacağım, işləyəcəm. Olmaz, olar. Məqsədim budur, yəni, iş başlayır da. Təmsildir, misaldır, oxşatmadır, bənzətmədir, məcazi sözlərdir ki, həqiqəti başa salmağa. Quran deyir ki, yada sal bizim bəndəmiz Davudu, onun əlləri var idi. Böyük sözdür. Kimin əli yoxdur ki? Əgər Quran-Kərim belə bəsit danışsa, Davud Peyğəmbər mənim böyük bəndəmdir, çünki onun əlləri var idi. Adam deyir ki, Quran-Kərim düzgün sözdür. Əllər, yəni qüdrəti var idi. Davud Peyğəmbər nə rütbəsi olub? Padişah olub da. Qüdrəti var idi. Bəsirəti var idi. Quranın öz dili var. Keçək hədislərə. Həzrəti Musa ibn Cəfər əleyhissalam, İmam Kazım əleyhissalam buyurur, Ər-Rəhmanə aləl-ərş istəva. Yəni, Allah Teala aləmdə nə böyük, nə kiçik, nə iri, nə xırda, nə varsa hamısına hakimdir. Ərş, yəni bütün kainat. Allah hamısına hakimdir. Ər-Rəhmanə aləl-ərş istəva, yəni Allah kainata hakim oldu. İmam Sadiq əleyhissalam buyurur, Ər-Rəhmanə aləl-ərş istəva, yəni Allah Teala'ya heç nə başqa şeydən yaxın uzaq deyil. Nə sən ona məndən çox yaxınsan, nə mən ona səndən çox yaxın uzağam. Əlbəttə o mənəvi yaxınlıq ki var, çox ibadət edən Allaha yaxın olur. O məsafə yaxınlığı deyil ha. Heç görmürsünüz ki, bir dənə peyğəmbər, imam insanlardan fasilə tutsun, geçsin yuxarı. Elə bizim aramızdadır. Amma Allaha daha yaxındır. Mənəvi baxımdan. Mənəviyyətdə məsafə olmur, həcm olmur, ölçü olmur. Deyirik ki, Allah qatında insan gərək məqamı olsun. Görsən fikir, Allah qatı. Görsən haradır? Allah qatı elə buradır. Elə sənin qəlbindir. Hədis buyurur ki, Qalbul mümin arşur rəhman. Müminin qəlbi Allahın ərşidir. Niyə? Çünki müminin qəlbinə kim hakimdir? Allah Teala hakimdir də. Əleyhissalam buyurur, yəni, bunun mənası Ər-Rəhmanə aləl-ərşdə və yəni Allahın idarətliyi bütün kainata hakimdir. Onun əmrləri nafizdir, qalibdir, ucadır. İmam Sadiq əleyhissalam buyurur, kim güman etsə ki, Allah bir şeydən əmələ gəlib, ya bir şeyin içindədir, ya bir şeyin üzərindədir, Allaha şərik qoşmuş olur. Niyə? Birinci ona görə ki, əgər bir şəxs güman eləsə ki, Allah bir şeydəndir, onun mənası budur ki, əvvəl o şey var idi, sonra Allah ondan əmələ gəldi.
Amma Quran buyurur, qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad, doğmayıb və doğulmayıb, törəməyib və törənməyib. İkincisi, kim fikirləşsə ki, o bir şeyin üzərindədir, onda belə çıxır ki, Allah-Taala'nın ehtiyacı var, kimsə onu daşısın, nəsə onu daşısın. Öz başına ola bilmir, yəni nəsə olsun, onun üzərində qərar tutsun. Kim fikirləşsə ki, Allah-Taala bir şeyin içindədir, Allahı məhdud edib. Deməli, ondan çöldə o, yoxdur da. Biz otağın içindəyik, yəni nə? Yəni çöldə biz yoxuq. Ümumiyyətlə, bütün bunları kənara qoyandan sonra xülasəsi budur ki, birincisi, Ər-Rəhmanə aləl-ərş istavanın mənası budur ki, Allah Taala ərşə hakimdir. İndi laf belə ərşin mənası nə olur olsun, kainat olsun, taxt olsun, nə olsun, Allah ərşə hakimdir. O deməkdir, ərşin üzərində oturub ya qalıb. Çünki Allahın ehtiyacı yoxdur oturub durmağa. Allah üçün yaxınlıq, uzaqlıq səhəti yoxdur. Allah Taala'nın ehtiyacı yoxdur, nəsə onu daşısın, nəyinsə içində olsun. Allah Taala mütləq varlıqdır. Bir dənə düz xət fikirləş, sonsuz düz xət. Görün, fikirləşə bilirsən. Fikirləş ki, bir dənə düz xətdir, axırı yoxdur. Əvvəldə yoxdur. Təsəvvür eləmək olar onu. Allah Taala mütləq varlıqdır. Yəni varlıqdır və salam. Necə onu ağlı və ətir təsəvvür edəcəksən? Mümkün deyil ki. İkincisi, bizim bu beynimiz öyrəşib hər şeyə maddi açıqı ilə baxmağa. Hər şeyi maddiləşdirmək istəyirik. Hər şeyi istəyir getiriyor, səviyyəmizə başa döyək. Qardaş, qalx yuxarı başa düş də. Gərək ki, mən hər şey sənin boyda olsa sən başa düşəsən. Biraz böyüksən, gel onun yanına başa düş. İndi böyük deyəndə, estağfurullah, belə yox ha, yəni mənəvi baxımdan böyümək. Bayaq dediyim kimi, yuxarıdan əmr gəlib mənasında böyümək. Yuxarıdan əmr gəlib mənasında böyümək. Ümumiyyətlə, Allah Taala'nın göydə olmasını iddia eləyənlərə isə bir dənə cavab var. Göy haradır? Dünya fırlanmır. İndi Allah hansı tərəfdədir? 24 saatda biz fırlanırıq. Nə bilirsən, bəlkə üzvü aşağı tutmuşsan göyə tutanda. Bəlkə baş aşağıyıq biz bu saat. İlahi, kömək elə. Əli var tutmuşsan. Bəlkə belə eləmirsən. Fırlanır da insan. Daha mən neyniyim? Mən ucalıq deyəndə belə başa düşürəm. Ona görə əlimi qaldırıram. Allahın əmri ucadır. Allahın idarəçiliyi, hakimiyyəti ucadır. Yoxsa göy mənası yoxdur ki. Ümumiyyətlə deyir ki, insanı qəbir sıxır, sümüklərin sındırır. Gedək asaq qəbir yeri sümüklərin sındırıb onu. Hüsn eləməyib qəbir onu. Söhbət bu qəbirdən getmir ki. Mənəvi qəbirdən söhbət gedir. O qəbirdən söhbət gedir ki, o mənəviyyətdən söhbət gedir ki, insan o mənəviyyatı imanla, pak əməllərlə, səmimi qəlblə, ixlasla, Allahın əmrinə itaat etməklə yaşamasa, dərk edə bilməyəcək.